Bu xeyirli əməlləri Allah rızası üçün etmək lazımdır. Yəni qarşılıq ummadan, qarşılıq gözləmədən. Onsuz da Allah adildir. Bəndələrin etdiyi ibadətlərin hamısının əvəzini artıqlaması ilə Allah Teala onlara bəxş edəcəkdir. Necə ki Allah Teala Tin surəsində buyurur: "Fəmən ya'məl misqalə zərratin xayran yara və mən ya'məl misqalə zərratin şerran yara." Kim zərrə qədər xeyir iş görübsə, onun əvəzini görəcəkdir. Kim zərrə qədər ziyanlı, şərli iş görübsə, onun əvəzini görəcəkdir. Bax, Allahın ədaləti, ilahi mizan budur. Quran-ı Kərimdə Allah Teala Quranla bərabər mizan endirdiyini də bildirir və qeyd edir ki, vurğulayır ki, təkid edir ki, bu mizanı pozmayın. Mizan tək alma çəkilən tərəzi deyil. Mizan ümumbəşəri ədalət mizanıdır ki, insanlar bütün davranışlarında, bütün hərəkətlərində, bütün addımlarında, bütün yaşamlarında məhz o ədalətə riayət etsinlər, ən azı ədalətə riayət etməyə cəhd etsinlər. Bax, ilahi neymətlər bundan ibarətdir. Yoxsa təkcə hər şeyi fiziki cəhətdən götürməklə ki, ac qaldım, susuz qaldım, oruç tutdum, ibadət etdim və bununla da bitdi, sanki alver edilmiş kimi. Bu məqbul deyil. İnsan ancaq mənəviyyatını kamilləşdirməklə, mənəviyyatını zənginləşdirməklə, Quran-ı Kərimin təşviq etdiyi və buyurduğu hədəflərə doğru addımlamağa cəhd etməklə mənəvi kamilliyə çata bilər və axirətini abad edə bilər.